Salam, sabahınız xeyir olsun güzel xanımlarımız, güzel dostlar, necəsiniz, neyinirsiniz? Gününüz uğurlu olsun, işiniz avand olsun. Bugün mən bu gözəl güllərimi yenidən çəkib paylaşmaq istəyirəm. Artıq hamısı çiçək açıb, bir-birindən gözəl göyçək. İstədim yenidən bu güllərimi sizlərə çəkim paylaşım. Hər birinizi güllü çiçəkli olasınız, gözəl dostlar, gözəl xanımlarımız. Eviniz, həyətiniz, bağçanız hər bir zaman güllü çiçəkli olasınız. Ömrünüz təravətli, gözəl, can sağlığı arzulayıram sizə. Gözəl dostlar, gözəl xanımlarımız, analarımız, bacılarımız. İstədim bu güllərimi bir daha sizlərə çəkim. Bilirsiniz, güneş çıxanda gülləri tam görmək olmur. Ona görə biraz, daha doğrusu tezdən elə bir ki çəkirəm bu videonu. Bütün qarşı tərəfdə güllərimin hamısını gətirib yığdım arxa tərəfə. Çünki artıq istilər gücləşir, onların yarpağı yanmağa doğru gedəcək. Ona görə burada da elə bir ki, gözəl xanımlarımız 1-2 saat, 3 saat, 4 saat belə günəş alır, ondan sonra evin kölgəsi düşür. Ona görə qorumaq üçün günəşdən onların hamısını belə yığmışam arxa tərəfə. Daha doğrusu 3 sıradır. Bax, bu qaydada hamısını yığmışam. Bu gözəllərim də açmağa davam edir. Həyata gözəllik verən gözəl güllərim. Artıq kitayskilərim açır neçə gündür. Bu gül demək olar gözəl xanımlarımız. Artıq 1 il olacaq. Mən bunu keçən yay gətirmişdim. Hələ ki bu belədir. Yəni balası böyründə, başında balası zadı yoxdur. Amma belə də hələ ki zəif inkişaf edir. Mənim amaralisim də açıb, baxın. Gör nə gözəl rəngi var. Çox möhtəşəmdir, çox. Çox gözəldir. Demək olar məndə bunlardan 3 sortdur. Düzdür, bunlar zambaq gedir. Bilirəm, zambaq tipli güllərdir hamısı. Prosta mən bunu elə gözümüzü açandan elə lida deyiblər. Mən də elə də vallahi elə o qaydada deyə gəlmişəm bura qədər ki, hə bu lidadır. Əslində bunlar amaralisdir. Çox sağ olun. Mənə şərhlərdə gözəl sözlər yazırsınız. Mənə hansını səhv deyirəmsə deyirsiniz, yox, onun adı budur. Razıyam, sizlə razıyam, amma əslində mən də bilirəm, bunlar amaralisdir, düzdür. Telefonum olmadan mən yalan deyərəm. Telefonu alandan sonra, əldə eləyəndən sonra, ondan sonra mən internet vasitəsilə mən bütün YouTube'da, bütün gül kanallarında mən güllərlə tanış olmuşam. Hansı ki tanımadığım gülləri, onların adlarını öyrənmişəm. Belə, yəni mən də telefon alandan sonra bilmişəm. Valla burada nə gizlətməyi var ki, internet telefon olandan sonra bir çox hamımız da demək olar ki, çox məlumatlar almışıq. Yəni bunun nə gizlətməyi var ki, mən hər şey doğru deyirəm. Yəni mənim yalanla aram yoxdur. Niyə yalanla loğalaşım ki? Mən bu telefonu demək olar ki, hardasa 5 ildir məndədir. Ona qədər mənim telefonum olmayıb, gözəl xanımlarımız. Valla, ondan sonra mən başlamışam, belə baxmışam, adlarını öyrənmişəm, hansına nə qulluq olunmalıdır. Yəni, belə, gözəl dostlar. Eybi yoxdur, mən razıyam sizlə. Heç ona görə heç incimirəm də, nə olsun ki? Bir də mənə çox gözəl sözlər yazmışsınız. Mənə maşallah deyirsiniz güllərimə, əllərinə sağlıq deyirsiniz. Allah sizləri də var eləsin. Allah canınızı sağ eləsin. Mənə bu qədər dəstək olursunuz, qardaşım, bacılarım. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Mən elə bilirdim ki, mən necə deyim, necə bölüşüm mən bu sözü sizlə. Yəni, elə bil ki, mən tək deyiləm də, siz mənlə birsiniz, mənim dəstək olursunuz, mənə, yəni, dualar edirsiniz, mənə gözəl sözlər yazırsınız, çox sağ olun, hər birinizə təşəkkür edirəm, gözəl dostlar, gözəl xanımlarımız, mənim bu nəzər gülümə baxın, bu gözəl qızıma da bir baxın, görün nə gözəl olub bu, maşallah, baxın. Çox gözəldir. Bu gülüm demək olar zəifdir. Bu nəsə
alandan heç xoşuma gəlmir, amma yarpaqsa da açır, çiçəkləri var. İnşallah yaxşı olar. Bu da gülüm çox sağlamdır. Bunu da çox sevirəm. Baxın, sarı rəngdə. İnşallah bunların hər rəngini əldə eləyəcəm. İnşallah. Burada da mənim, yəni bu sortda olan güllərim, bundan məndə çoxdur demək olar. Artırmışam, çox xoşum gəlir. Yarpaqları o qədər gözəl, böyük, kocaman. Çiçəklər də görürsünüz də xırda, möhtəşəm. Bu gülü demək olar ki, mənim anam o qədər xoşlayırdı. Allah bütün ölənlərimizə rəhmət eləsin. O gülü anam çox xoşlayırdı. Bunları deyirdi ki, bir gül görmüşəm, elə gözəldir. Çol çiçəyi kimi deyir, üstü dolu çiçəkləri var xırda. Onu mən aradım, axtardım, tapdım. Həmin güldən mən elə bir ki, gətirdim. Əldə elədim, mən onu artırdım. Allah rəhmət eləsin. Bütün ölənlərimizə, mən də anam o cümlədə. Anamı itirəndən bu güllərə gözəl xanımlar çox bağlanmışam. Daha da çox bağlanmışam. Düzdür, gülləri çox sevirdim. Amma anamı itirəndən sonra çox bağlanmışam. Elə bir onlarla söhbət edirəm, onlarla dərdimi bölüşürəm. Gözəl xanımlarımız. Yəqin ki, mənə başa düşənlər olacaq. Valideynin itirənlərin hamısına Allah rəhmət eləsin. O qalanlara da can sağlığı versin. Yəni belə o güllərə baxanda anam gəlib gözümün önündə durur. Onun kəlmələri, sözləri. Nə deyə şükür məsləhətinə. Şükür. Bu gülüm heç açmadı, gözəl dostlar. Bunu mən Lənkərandan gətirib, düzdür, biraz qəmginləndim. Neysə, üzürü hesab eləyin. Ne diyeyim, hər bir insanın özünə görə dərdi var, özünə görə problemlər var. Allah hamımıza kömək olsun. Güzel dostlar, bunu mən Lənkərandan gətirib satmışlardı. Ağ rəngdə açırdı bu kalanxoyu. Amma 2-3 ildir bu beləncikdir, açmır. Açmır, görək nə olacaq. Bunlar mənim sarı kitayskimdir, artıq açmağa hazırlaşır. İnanın, bunları vaxt elə çəkə bilmədim. Bunların hamısı açdı neçəsin. Kitayskilərim. Görürsünüz, yarpaqlardan çox qönçələr də. Yarpaqlar hələ indi özünə gəlir. Bu gözəlim artıq sonlaşıb, açıb sonlaşıb daha. Bax, görürsünüz, həmin güldəndir. Burada lap böyük qabda qoymuşam. Bunun ikisi çürümüşdür. Hey, baxıram, bunun yarpağı niyə belə ət kimidir. İndi görürəm ki, dünənlərim bunun kökü çürüyüb. Təzdən qırıb, yenədən əhmişəm ki, köhlənsin. Bax, belə gözəl dostlar, gözəlliklər. Mənim heç bu gülümü görmədim. Mənim burada söyüd gülüm də açıbmış ki. Düzdür, bu gülü zəhərli deyil, amma o qədər gözəldir. O qədər gözəldir. İndi bunun üstü də olacaq. Bunun məndə 2 rəngi var. Qəşəngdilər. Baxın, bax, güllərimi bu qaydada yığmışam. İnanın adamın qəlbini oxşayır. Baxın, gözəl dostlar. Demək mənim bu gülü, mən bunun videosunda çəkib sizlərlə paylaşmışdım. Hər biriniz mənə yəni yazanlar oldu. Çox sağ olun, təşəkkür edirəm bir daha şərhlərə görə. İnanın, bunun kartuşkalarını çıxartdım. Nəysə belə yarpağa, yenə də bax, gözüm su içmir bundan. Bax, belə bir rəng alır. Amma bilmirəm, indi heç nə olmaz inşallah. Yəni, bu göyərmədi. Görün bunu neynədim. Hardasa aprel ayın əvvəlidir. Gözlədim ki, gördüm bundan. Axı, kimin həyətində gördüm kəbənək gülün çiçəyi üstündə. Yəni, nə gözəlliyini. Qəşəng bunların torpağını yenə dəyişdim təzədən. Payızda dəyişmişdim, gözəl dostlar. Onu qəşəng sıralama üstünə düzdüm. Üstündən bir sırada torpaq yedim. Təzədən salafana qoyub ağzında bağladım. Yüngül 2 yerdən də biri hava açmaq üçün yer açdım ki, hava çəksin. İnanırsınız ki, burada hardasa 1 ay qaldı salafanın altında. 1 aydan sonra beləcik göyərdilər. Qəşəng də yağış yağdı üstünə. Belə indi möhtəşəm olublar. Çox şükür, sevindim o gülü əldə eləməyimə görə. İnanın, bunu çox xoşlayıram. İndi çiçəklər də var, yarpaqlar da. Amma belə, baxın, yəqin ki, buradan görəcəksiniz videodan. Bilmirəm də, bu yenə xəstəlikdir. Bu rəngdə, əslində bu rəngdə olmalıdır. Gözəl xanımlarımız, beləncik. Amma bu yenə də beləncikdir. Qorxuram ki, yenə də xəstəlik düşər. İnşallah ki, heç nə olmaz.
Bu mənim xalça gülüm, bəzəkli xalça gülümdür, amma hələ ki yaşıldır, özünə gəlməyib belə. Belə gözəl xanımlarımız, belə gözəllikdən heç kim qaçmaz. Bunlar hansı ki kökləri çürümüşdü, yarpaqları solxan kimi idi. Onların hamısını başım vurub, təzədən köklərini vurub, yenə də bax, inşallah tutublar. Neyse, bilirsiniz güllərimdə yenə saralmalar var. Əsasda sardoniyalarda, gözəl xanımlarım. Bilmirəm nə ilə bağlıdır, hava ilə bağlıdır, günəşlə bağlıdır. Anlamıram ki. Neyse, gəlib gedib belə baxıram, saralmışları götürürəm. Bunlar mənim keçən il gördüyüm ki, təskitçilikləridir. Baxın. Heç nə olmaz inşallah, görək də əlimdən gələn edirəm. Ehtişahım görürsünüz nə gözəldir, gözəl xanımlar. Bu günəşin önündə gördüm çox belə yanan kimidir də, elə bir çox təsir eləyirdi. Baxın, indi canlanıb, yarı kölgəli, yarı günəşli yerdədir. Baxın, gözəl xanımlarımız, gözəl dostlar, çox möhtəşəmdir. Burada da mənim qəşəng ətirli güllərim açıb. Çox gözəldir bunlar da. Çox qəşəng. İnanın səhər 6-ya işləmiş durmuşam gözəl dostlar, gözəl xanımlarımız. Gülləri diblərinə su vermək, alaqlarını təmizləmək. Ona görə biraz erkən durdum yuxudan. Bu mənim bilirsiniz də, bunları təzə almışam, haradasa ay yarımdır. Ay Allah, çox gözəldirlər. İnşallah kesin olmaz, qəşəng olar, qurumazlar. Bunlar da mənim keçən il payızda vurduqlarımdır. Artıq bax, açıb özünə gəlirlər, inşallah yaxşırlar. Bir də mən gözəl dostlar, bax, yeni gül almışam bir dənə, belə bir sortdadır bu da. Bunu mən birinci dəfədə görürəm, çünki yarpaqları da çox xırdadır. Bu da bir başqa növdə. Amma çox gözəldir, baxın. Gələndən artıq neçə dənə çiçəklərini açır. Bax, belə bir bəzəkli güldür. Düzdür, qabını dəyişməmişəm. Qab alacam hələ ona. Bu da mənim gözəl al qırmızı olan sardoniyamdır. Bu da möhtəşəmdir, çox gözəldir, çox. Çok güzeldi, güzel dostlar. İnşallah bu bir videomda güzel xanımlarımız sizə kala gülün toxumunu göstərəcəm. Artıq uca saralmağa doğru gedir. Yəni yavaş-yavaş yetişəcək toxumlar. İndi bu videodan sonra onu çəkəcəm inşallah sizlər üçün. Burada da mənim bu gözəl güllərim ta ki yanvar ayına qədər açır. Çox gözəldir, çox. Bakın görün, üstü doludur. Hələ bunlara bakın. Ay, boyum da çatmır. Ətəşaqdan demək olar. Mənim bu da ətəşağım çox gözəldir. Çox gözəl inkişaf edir. Çox. Yenə toyuqların səsi düşdü. Üzürü hesab eləyin. Üzürü hesab eləyin. Hələlik dostlar bu qədər. Çox sağ olun. Allah hər birinizin işini avand eləsin. Gününüz uğurlu olsun. Hər şeyə görə çox sağ olun. Bəyənmələrə görə, gözəl şərhlərə görə hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Bacı və qardaşlarım, gözəl dostlarımız, gözəl xanımlarımız. Çox sağ olun hər birinizə. Toyuğun səsi artıq çıxacaq, deyik çoxalacaq, biabır olacaq. Çox sağ olun gözəl dostlar, gözəl xanımlarımız.